Salam, hər vaxtınız xeyir, xoş gördük əziz, hörmətli izləyicilər. Bizim biznes haqqında söhbətlərimiz davam edir. Ənənəvi qonağımız İlkin Qarayevdir. İlkin müəllimi artıq yaxından və yaxşı tanıyırsınız. Bizim ondan artıq 20-yə yaxın, mən bildiyim qədər 20-yə yaxın videolarımız var artıq. Sahibkarları maarifləndirməklə bağlı biz çəkilişlər edirik, mövzular aktual mövzulara toxunur. İlkin müəllim, suallar elə tərtib olunur ki, yerli bazarda sahibkarların gündəlik qayğılarını əhatə eləsin, oradan nəsə bir faydalı e, məsələlər və misalları özlərinə götürə bilsinlər. Bu gün də silsiləvi olaraq biz yenə də biznes mövzusuna, bəlkə də inkişaf etmiş və yaxudsa miqyaslandırmağa cəhd göstərən və daha da böyümək istəyən sahibkarlar üçün ola bilsin çox maraqlı bir mövzu seçmişik. Beynəlxalq bazar haqqında, beynəlxalq bazara çıxış haqqında, ümumiyyətlə biznesi xarici bazarlara daşımaq haqqında bir görüşümüz olacaq bu günləri. Və xatırlatmaq istəyirəm ki, mövzular İlkin müəllimin kompetensiya daxilində seçilir. İlkin müəllimin yaxşı bildiyi və dəfələrlə bizneslərdə tətbiq etdiyi real кейslər əsasında deməli gördüyü işlər üzrə mövzular seçilir. Bu mövzu da İlkin müəllimin demək olar ki, ən yaxın və doğma mövzulardan biridir. Mən İlkin müəllimin fəaliyyətindən yaxından tanışam. Bilirəm ki, yaxın deməli xarici ölkələrdə qonşularımızda bir neçə şirkət təsis ediblər. Yəni konsalting xidməti göstərib, hansısa bir deməli adını çəkmək istəmirəm, bir böyük bir holdingin tərkibində o fəaliyyəti göstəriblər və demək olar ki, bu iş necə qurulur, bu iş necə təşkil olunur, İlkin müəllim bu məsələləri çox yaxşı bilir. Ona görə də maraqlı görüş olacaq və diqqətlə izləməyi tövsiyə edərdim. İlkin müəllim, salam, xoş gördük, necəsiz? Salam, xoş gördük. Emin müəllim, çox sağ olun. Həmişəki kimi siz belə deyək də çox maraqlı sahibkarlar üçün faydalı ola biləcək mövzular seçirsiniz və mən bilirəm ki, əminəm ki, sizin özünüzün də bu sahədə böyük təcrübələriniz olur və hər zaman olduğu kimi ümid edirəm ki, bugünkü görüşümüz də həm maraqlı olacaq, həm də sahibkarlara ümid edirəm ki, hansısa bir faydamız dəyəcək. Əla. Mənim təcrübəm kifayət qədər yaxşı olmasa da, mən əksinə, mən öyrənməyə gəlmişəm bu günləri. Doğrudan da bizim prospekt layihəsinin növbəti inkişaf mərhələsi əlbəttə ki, xaricə çıxmaqla baş tutacaq inşallah. Yəni biz ona çalışırıq, onun üzərində işlər aparırıq. Ona görə də əksinə bu günləri mən elə özümə də maraqlı olan suallar verəcəm sizə. Düşünürəm ki, bütün sahibkarlar da o suallar elə düşündürür, onları maraqlandırır. Elə ilk sualım da o olacaq ki, ümumiyyətlə İlkin müəllim, xarici bazara çıxmaq zəruriyyəti, bu ehtiyac hardan yaranır? Ümumiyyətlə, haçan biz dərk edək ki, artıq məhsulumuz, xidmətimiz xarici bazara çıxartmaq lazımdır onu. O trigger nöqtələr, o siqnalları biz hardan ala bilirik? Ümumiyyətlə, biznesimizin hansı inkişaf mərhələsində və hansı biznes modellərdə hətta onu da biz danışa bilərik ki, o zəruriyyət duyulur və duyulmalıdır. Buradan başlasaq, məncə yaxşı olar. Çox sağ olun Emin müəllim. Yəni mənim haqqımda xoş sözlər dediyinizə görə, əlbəttə mənim də müəyyən təcrübəm var. Əlbəttə ki, mən hər şeyi bilmək mümkün deyil və biznesdə elə bir sahədir ki, burada bir biznesdə tətbiq elədiyin üsulu və yaxud da hansısa bir strategiyanı eyni ilə başqa bir biznesdə tətbiq eləyəndə o demək deyil ki, o da uğurlu olacaq, yəni belə deyək. Və yaxud da tərsinə uğursuz olan bir yerdə bir strategiya başqa bazarda, başqa bir biznesdə uğurlu ola bilər. Ona görə mən sadəcə öz bildiyim, düşündüyüm, təcrübədən əldə elədiyim fikirlərimi bölüşəcəm. Və ona görə də təbiidir ki, hər bir halda hər bir biznes böyüməmişdən öz bazarlarını, özünün daxili vəziyyətini təhlil eləməlidir. Və o siz deyən kimi zərurət hardan doğur? İlk növbədə hər bir biznes
müəyyən bir mərhələyə çatır ki, özünün mövcud olduğu bazarda, mövcud olduğu məhsullarla artıq bazar doymuş olur. Yəni biznes artıq o mərhələyə gəlir ki, o inkişaf eləmək istəyir, böyümək istəyir və burada əlbəttə ki, qeyd eləmək lazımdır ki, strateji bir qərar olmalıdır xarici bazarlara çıxmaqla bağlı. E, Hər zaman ən çətin məsələ bu qərarı verəndə nədir? Şirkətin, biznesin o xarici bazara çıxmaq imkanlarının düzgün dəyərləndirilməsi məsələsidir. Çünki xarici bazara çıxmaq özü bir panaseya deyil və şərt deyil ki, mən mütləq xarici bazara çıxıb hamıya sübut edəcəm ki, mən orada da məhsul sata bilirəm. Yəni bu artıq o belə deyək, biznes qərarı deyil, o individual fərdin istəklərindən, arzusundan yaranan bir məsələdir. Çünki xarici bazara çıxmaq ilk baxışdan asan görünə bilər, amma bu doğrudan da çox vacib bir məsələdir, vacib məsələdir. Və misallar olub ki, biznesdə daxili bazarda normal işləyən bir şirkət xarici bazara genişlənmək cəhdləri ilə özünün yerli biznesini də belə deyək də müflisləşdirib. Çünki xarici bazara çıxmaq həm maddi baxımdan, həm resurs baxımından şirkətdən bir sıra məsələlərin olmasını tələb edir. Misal üçün deyək də, təbiidir ki, mən xarici bazara çıxıramsa, bura birinci mənim sabit yerli biznesim olmalıdır. Sabit yerli biznesim və təcrübəm varsa, ondan sonra o böyümə strategiyaları var. Burada nə tövsiyə edərdim? Məsəl üçün, iqtisadçı Ansofun belə bir cədvəli var. Böyümə strategiyaları ilə bağlı və bazarlarla bağlı. Deməli, o 4 yerə bölür. Deməli, mövcud məhsulla mövcud bazarda genişlənmə. Buna dərinləşmə. Igor Ansof deyəsən. Ansofun tamamilə doğrudur. Mövcud bazarda mövcud məhsulla buna dərinləşmə, bazarda dərinləşmə strategiyaları deyilir. Yəni mənim bu bazarda işləyirəm, məhsulum da var. O məhsulumu daha geniş kütlələrə satmaqla, daha çox istehsal eləməklə mövcud bazarımda daha çox gəlir əldə eləmək istəyirəm. Yəni bu bir yanaşmadır. Mövcud bazarda yeni məhsulla genişlənmə. Cross satışlardır daha çox burada, cross satışlar. Bəli, yeni məhsul strategiyasıdır. Yəni belə deyək də, daha çox yeni məhsulların hesabına mövcud bazarda daha çox gəlir əldə eləmək strategiyasıdır. Sonra mövcud üzr istəyirəm, mövcud məhsulla yeni bazarlara çıxmaq strategiyası. Yəni bax bu indi bəlkə daha çox bizim mövzumuza daha çox aiddir. Amma biri də var ki, yeni bazar və yeni məhsul strategiyası. Diversifikasiya gedir burada. O çox çətindir. Çox çətindir onu icra eləmək. Yəni o mənada çətindir ki, sən həm yeni bazara çıxırsan, həm yeni bazar üçün yeni məhsul formalaşdırmalısan. İki təcrübə lazımdır artıq. Tamamilə doğrudur. Yəni indi buradan biz çıxış eləsək, birinci özümüz üçün deməliyik ki, yeni bazar nədir? Misal üçün deyək, bu daxili, ölkə daxilində mən məsələn tutalım ki, kafe restoran işlədirəmsə, mən Bakıdadır mənim bütün kafelerim və yaxud restoranlarım və yaxud kafeteriyalarım. Mən Gəncədə gedib həmin restoranı və yaxud kafenin bir filialını açıramsa, bu mənim üçün artıq yeni bazardır. Bəli. Amma ölkə daxilində. Amma xarici yeni bazarlara çıxmaq, bu artıq Azərbaycandan kənara böyümək deməkdir. Azərbaycandan kənara böyümək deməkdir. Yəni bunu özümüz üçün bilməliyik. Xarici bazara çıxmaq qərarını verən sahibkar birinci öz biznesini bir belə deyək, SWOT təhlil kimi deyək də, belə deyək.
real bir təhlil etməlidir ki, mənim güclü tərəflərim nədir, mənim zəif tərəflərim nədir, mənim imkanlarım nədir və təhlükələrim nədir. Bunu değerlendirirken burada biz e, daha yaxşı olar ki, şirkət üzvü böyümə, orqanik böyümə Bəli, mərhələsində xarici bazara çıxsın. Çünki əgər sənin tutalım ki, resursların məhduddursa, bəli. öz bazarında işləyən zaman ancaq çatdıra bilirsən ki, yerli bazarlı təmin edəsən, sənin kadr potensialın, sənin mal əmtəə potensialın, sənin İstehsal maliyyə gücün. potensialın, istehsal gücün, yəni bunlar hamısı ölçülüb biçilməlidir ki, mən doğrudan da xarici bazarı da təmin edə biləcəyəm, əgər söhbət maldan, əmtəədən gedirsə, istehsaldan gedirsə. Xidmət sektorunda bu daha rahatdır, daha asandır. Çünki misal üçün xidməti əgər sən internet üzərindən o xidməti göstərirsənsə, sən artıq xarici bazarlara açıqsan deməkdir. Sadəcə olaraq o hədəf bazarlarında sən marketinq üzərində düşünməlisən ki, o hədəf bazarlarında tutalım dil məsələsini, oradakı müştərilər mənim bu xidmətimdən istifadə eləyəcəklərmi və s. Yəni əgər bu onlayn satış mümkündürsə. Yəni burada bir bazara, xarici bazara çıxmağı qiymətləndirərkən hansı biznes sektorunda fəaliyyət göstərməyimiz də çox vacib rol oynayır. Bundan asılı olaraq sizin yanaşmanız, strategiyanız, sərf elədiyiniz vəsait və resurs dəyişə bilər. Deməli, sizin sualınıza, yəni ümumiləşdirsəm cavabımı, yəni əgər şirkət doğrudan da öz bazarında kifayət qədər təcrübə və resurs toplaya bilibsə və özünü xarici bazarlara çıxmağa hazır hesab edirsə, o deməkdir ki, artıq bu zərurət var və xarici bazara çıxmaq olar. Bəli, tamamilə doğrudur. Bir amil də biz öz prospekt layihəsində rast gəlirik. O da düşünürəm ki, sizin də fikrinizi elə bilmək istərdim bu barədə. E, Görürsünüz ki, xarici bazarda olan istifadəçilər, şirkətlər ya da ki, əgər siz B2B-də deyilsiniz, B2C-də olan əhaliyə, şəxslər sizin məhsulla maraqlanır. Siz xarici bazarda deyilsələr, ölkədə yaşayırsınız. Bu da Bəli, İlkin müəllim, yəni ki, bu da siqnal ola bilər ki, o əlbət ki, ölkələrdə, o yerlərdə sizin əlbət ki, məhsula ehtiyac var. əlbət ki. Biz Çox özümüz bunu əsas götürürük. Siz bu barədə Çox vacibdir. Misal üçün deyək də, olur ki, adam məhsul istehsal edir, Hı -hı. ancaq Azərbaycanda satır. Bəli, Tutalım ki, şokolad istehsal edir, bəli. konfet istehsal edir, nə bilim fındıqlı konfet, nə bilim qozlu konfet və s. Və görür ki, bunun məhsullarının bir hissəsini aparırlar, Gürcüstanda satırlar. Ya da hədiyyə eləyirlər. Hədiyyə eləyirlər. Yəni bu artıq siqnaldır ki, Bu bunu bazara elə çıxmaq lazım. kimsə burada aparırsa, mən elə birbaşa çıxım Gürcüstan bazarına. Deməli orada tələbat var ki, mənim məhsulumu ora aparıb satırlarsa, mən özüm də sata bilərəm. Hı -hı. Yəni bu siqnalları duymaq, Bir, eşitmək, başa düşmək lazımdır, bəli. əla. Bax, bir məsələ də var. Onu da elə mən bu mövzuya, elə bu suala aiddir. Bir də araşdırma ola bilər. Sizin ən çox xoşladığınız bir mövzu var, araşdırma. Siz görürsünüz, sizin məhsuldan qonşu ölkədə başqa istehsalçı uğurla satış edir. Yaxşı da dövriyyəsi var, qiymətləri də, Hı hı. marjası da kifayət qədərdir. Bu o deməkdir ki, bu məhsulu əgər sənin rəqiblərin, dünyada olan rəqiblərin plan bazarda uğurla fəaliyyət göstərirsə, bu da siqnal ola bilər düşünürəm. Biz Hı hı. öz yanaşmamızı deyirik ki, yəni həm də yoxlamaq istəyirik bu hipotezalar biz tərəfdən doğru deməli təhlil olunur yoxsa yox. Yəni bizim rəqibimiz Tamamilə satırsa, doğrudur. pul qazanırsa deməli o bazar var bizim üçün. Tamamilə doğrudur. İstənilən halda mənim tövsiyəm odur ki, xarici bazara girmək istəyiriksə biz, e, müxtəlif təhlillər aparmalıyıq, araşdırmalar aparmalıyıq. Onlardan biri də pestil təhlilidir, pestil analiz deyirlər buna. Bəli, Birinci pestildə nədir? Siyasi məsələdir. Siyasi politika. nədir? Politika. Bəli. Yəni bu ölkə ilə bizim münasibətimiz necədir? Azərbaycanlılara orada münasibət necədir? Hı -hı. Xarici iş adamları üçün hansı şərait yaradılır?
Yəni dövlətin siyasi mühiti stabildir yoxsa deyil. Və sair bu birinci pestil analizin birinci hərfinin təhlilidir. Bəli. Çünki misal üçün ola bilər ki, ölkədə xarici sahibkarlar üçün gözəl şərait yaradılır, amma Azərbaycana münasibət adekvat deyil. Misal üçün Ermənistan bu günə qədər belə olub. Misal üçün Ermənistanda, Yunanistanda ola bilər bu problemlər yaşansın. Kiprdə ola bilər. Yəni burada hansısa ölkəyə münasibət baxımından Siyasi nəzərdə baxımdan doğru Bəli, problem var. bəli. İkinci iqtisadi, ekonomika. Ekonomik var. İqtisadi dəyərləndirmə. O ölkənin iqtisadi potensialı nədir? Onun bazarı nə boydadır? Mənim məhsullarıma orada yer varmı? Bazar nə qədər inkişaf eləyibdir iqtisadi cəhətdən, rəqabət cəhətdən və s. Nə qədər pay götürə bilərəm oradan girsəm. Bəli, bəli. Deməli, bu aspekti dəyərləndirməliyik bu pestin analiz zamanı. Üçüncü sosial faktoru qiymətləndirmək. Yəni demoqrafiyası, əhalinin tərkibi, cavanların sayı, qocaların sayı, misal üçün deyək. Alıcılıq qabiliyyəti falan. Alıcılıq qabiliyyəti, sosial mühit necədir? Tutalım ki, əgər bizim məhsullarımız adətən məhsulların bir hədəf segmentləri olur da. Bəli. Bizim segmentin sosial vəziyyəti həmin ölkədə necədir? Bəli. Yəni bunu dəyərləndirməklə, deməli bu dəyərləndirməklə müəyyən məlumatlar əldə eləmək olur. Sonra nə var orada? Texnologiya, yəni T hərfi, pestil analizdə texnologiyaların inkişafı. Tutalım, əgər mənim məhsul və xidmətim internet üzərindən satılırsa və yaxud texnoloji bir üstünlüyü varsa, həmin ölkədə texnologiyalara münasibət, texnologiyaların inkişaf səviyyəsi hansı səviyyədədir? Mən texnoloji baxımdan o bazarda rəqabət qabiliyyətli ola biləcəyəmmi, yoxsa mən texnologiyalara əlavə investisiya qoymalıyam ki, onlarla ayaqlaşa bilim və s. Çatdırma misal üçün deməli Tamamilə doğrudur. yoxsa ödəniş sistemləri ola bilər ki, mən əgər onlayn edirəmsə, orada internet banking inkişaf etməyibsə, onda İnkişaf eləmir. sistemi tətbiq etmək. Yeri gəlmişə mən düşünürəm, Boltda digər Avropada nağd ödəniş olmayacaq. Yəni ki, ancaq bizdədir. Çox güman ki. Düzdür, mən fikir verməmişəm, amma Bəzi ölkələrdə var, amma məsəl üçün deyək də, tutalım ki, siz indi məhsullarınızı elə satacaqsınız ki, onlayn satış eləyəcəksiniz həmin Bəli. ölkədə. Bəli. Azərbaycanda bizdə tutalım ki, robotlaşdırılmış çatdırılma xidməti yoxdur. Bəli. Amma məsələn, həmin ölkədə kopterlə də çatdıranlar var. Bəli. Sonra belə təkərli robotlar var. İçinə qoysan, Bəli. gedir ünvana çatdırır. Sən artıq bunlardan xəbərin olmalıdır ki, mən o bazara girəndə kimlərlə rəqabət eləyəcəm və mənim çatdırılma xidmətim ayaqlaşa biləcəkmi? Mən orada kiminlə müqavilə bağlayacam və bunu neçə eləyəcək? Bu mənim məhsulumun dəyərinə necə təsir eləyəcək və s. kimi məsələlər var. Yaxudsa tərsinə, məndə əsas uğur amili, üstünlüyü elə o siz deyən kimi o kopterlarla çatdırmaqdır da. Bəli, Ora tamamilə. gedəcəm, mən bunu tətbiq edə bilmirəmsə, mənim rəqiblərdən heç bir fərqim olmayacaq. Ona görə də o texnologiya orada inkişafı mənə imkan verməyəcək ki, özümü tam şəkildə büruzə verim də, öz güclü tərəflərimi nümayiş elətdirib. Əksinə də ola bilər. Bəli. Buradan elə növbəti hərf doğur, L hərfi, legal, yəni hüquqi baxımdan. Məsələn, Azərbaycanda kopterlə çatdırılma hüquqi baxımdan icazə verilmir. Bəli. Tutalım, məsələn. Yəni həmin ölkədə hüquqi vəziyyət necədir? Tutalım ki, investorlara münasibət necədir? İnvestor gətirdiyi pulu rahatlıqla apara bilirmi? Xarici investorlar burada şirkət yaratmağa dövlət icazə verirmi? Lisenziya almaq çətindirmi? Asandıırmı? Yəni bunlar artıq bizim hüquqi baxımdan həmin ölkənin qiymətləndirilməsini aparmağımızdır. Və axırıncı E hərfi də belə deyək də environment, yəni mühit, ətraf mühitdən gedir söhbət. Burada həm ekoloji tərəfləri, aspektləri var.
Çünki misal üçün deyək də mən əgər xizək istehsal edirəmsə, mən Afrika ölkələrinə baxmamalıyam və yaxud da Afrikaya aparıramsa, orada deməli qum üzərində sürülə biləcək xizəklərdən düşünməliyəm və yaxud da qalın geyimlərlə satışını eləmək istəyirəmsə, Afrikada təbii ki, orada bazarım. Yəni burada mühiti də qiymətləndirməliyik ki, bu deməli hansı ölkəyə biz gedirik və həmin ölkədə həm iqlim necədir, həm ekoloji tələbatlar necədir? Məsəl üçün ola bilər ki, siz qida məhsulu istehsal edirsiniz, Avropaya gedirsiniz, sizə qida məhsullarının təhlükəsizliyi ilə bağlı elə sertifikatlar, elə tələbatlar qoya bilərlər ki, siz onu sadəcə yerinə yetirməyimiz qeyri-mümkün ola bilər. Yəni Bəli. bu o deməkdir ki, biz bütün istehsal texnoloji prosesimizi yenidən qurmalıyıq ki, onlara o məhsulu verə bilək. Yəni bu Doğru. nöqteyi nəzərdən bu təhlillərdən biridir. Yəni pestil Bəli. təhlillərdən biridir. Yəni ona görə də əlbəttə ki, mən burada nə tövsiyə edə bilərəm? Xarici bazarlara real mal əmtəə istehsal edən deməli şirkətlər xarici bazarlara çıxmaq istəyirlərsə ilk dəfə ilk növbədə hansı bazarlar bizə yaxındır? Onlardan götürməlidirlər. Yəni onları ilk növbədə dəyərləndirməli, nəzərdən keçirməlidir. Yəni bu Gürcüstandır, Türkiyədir, Orta Asiya ölkələridir, Moldovadır, Rusiyadır, hansı ki ənənəvi bizim bazarlarımız Bəli, olur. bəli, bəli. Yəni burada onun bir çox üstünlükləri var. Birincisi yaxınlıq məsələsi, yəni Azərbaycana nəqliyyat baxımından problemsiz Logistikası. girib Bəli. çıxmaq, logistikası. İkincisi bu ölkələrin çoxu ilə Azərbaycanın qarşılıqlı vergi tutma ilə bağlı müqavilələri var. Yəni əlavə İqtisadi xərclər, əlaqələr əlavə var. vergilər yoxdur. Buradan sonra indi düzdür, bəzən sahibkarın qarşısını alan məsələlərdən biri də ola bilir. O dil bariyeri, dil Bəli. maneəsi. Amma indi artıq bu süni intellekt əslində o artıq heç bir maneə sayılmamalıdır əslində. Çünki Bəli. yəni dil Avropaya da çıxsan, nə bilim Çinə də getsən, yəni burada sənin dil bariyerin olmamalıdır. Yəni bu biznesin qabağını kəsməməlidir. Yəni bu da mən hesab edirəm ki, belə deyək də şirkətin qərar verməsinə təsir edən əsas amillərdəndir. Əla. Bu biz faktiki olaraq növbəti suallara bir balaca keçid etdik. Amma hər halda bu sualı da vermək istəyirəm. Detallara girməmişdən qabaq. O bazarda hansı işlər görmək lazımdır onlara girmədən. Ümumiyyətlə, bəs sahibkarlarda hansı qorxular, fobiyalar, stereotiplər ola bilir ki, elə bizim bazar yaxşıdır, ora getsəm mənim işim alınmayacaq. Adətən nə maneçilik törədir sahibkara belə qlobal düşünməyə və yoxsa Hı hı. hansı yanlış düşüncələr, formalaşmış o stereotiplər var ki, hansı ki onun xarici bazara çıxışını əngəlləyir. Hı hı. Yubadır və Hı yaxud hı. ümumiyyətlə o haqda heç fikirləşmir. O barədə danışsaq, düşünürəm ki, maraqlı. Bəli, bəli, düz deyirsiniz. Elə məqamlar var və bunlardan birincisi o komfort rejimindən çıxmaq məsələsidir. Çünki xarici bazara gedən adam müəyyən müddət ərzində o işi qurana qədər öz vaxtını, resurslarını, əməyini o məsələyə xərcləməlidir, sərf eləməlidir. Bəli. Yəni adam deyir ki, oturmuşam rahat yerimdə, isti yerimdə, nə var mən gedim, pul xərcləyim, gedim ora kimisə tapım, onunla danışım. Yəni bir ambisiyası olmalıdır adamın ki, bunlara hazır olmalıdır. Bu bir. İkincisi, müəyyən stereotiplər var insanlarda ki, yəni mənim əgər orada dostum, tanışım Bəli. yoxdursa, mən o bazarda çətin işləyə bilim. O bizim Mütləq mental orada düşüncədir də. Yəni dostlar bəli, vasitəsilə işlər görərlər, dostlar vasitəsilə harasa çıxarlar, bir əlaqə qurarlar. Bu bəli, kiçik bəli, biznesin düşüncəsidir də. Yəni ondan bəli. qurtulsa artıq qlobal düşünmə başlayır ki, tək dostlar yox, müştəri məmnun qalmalıdır, məhsul yaxşı olmalı. Tamamilə doğrudur, tamamilə doğrudur. Bəzən sonra belə deyək də itki ilə üzləşmə qorxusu, fobiyası ki, Tamamilə gedərəm doğrudur. birdən heç nə alınmaz.
qaydaram, gələrəm, əlim ətəyimdən uzun olar, nə bilim, kim nə deyər və yaxud pul itirərəm. Burada da əlbəttə ki, bunu gözə almaq lazımdır, təbiidir ki. Qeyri-müəyyənlikdən bəzən qorxurlar, bəli. Bəli, insan bilmədiyi şeydən qorxur. Yəni bunu da indiki zamanda məncə bunlar rasional düşünən insan üçün bunlar maneə olmamalıdır. Yəni bunları düşünmək lazımdır bir mənalı. Amma bunlar maneə deyil. Yəni bunlar birbaşa məsələnin, yəni genişlənmə məsələsinin, xarici bazara çıxış məsələsini tamamilə qarşısına alan məsələlər deyil. Düşünülməli və onlarla bağlı qərar qəbul olunmalıdır. Misal üçün deyək də, itki olacaqsa, hə, olacaq. Burada nə etmək olar? Burada hansısa bir kiçik həcmli satışlarla, kiçik həcmli testlərlə, ondan başqa bunu mütləq qeyd eləmək lazımdır ki, xarici bazara çıxışın müxtəlif sxemləri ola bilər. Sxem necə ola bilər? Məsələn, mən bu xarici bazarda gedib bir yerli, o bazardakı bir partnyor tapa bilərəm və deyə bilərəm ki, mən sənə malları göndərəcəm, konsiqnasiya eləyəcəm, sən də sat, mənə pulunu göndər, satdıqca mən də sənə mal verəcəm. Yəni, Bazar araşdırması da bir faktik olar. bəli, sən özün gedib orada böyük investisiya qoymursan, o artıq sənin mallarının sırasından olan digər mallar satır, onun üçün çeşid artır, o da pul qoymur, sən də öz cəhd edirsən, amma böyük bir bazara girmək üçün, belə deyək də, böyük investisiya eləmirsən. Yəni, bu ən sadə çıxış variantlardan biridir, yəni. İkinci variant odur ki, əgər sən tutalım ki, daha uzaq məsafələrə daşımalı olursansa, sənin məhsulunun maya dəyəri artmağa başlayır. Artmağa başlayır, sən artıq onda düşünürsən ki, elə mən bu məhsulun bir istehsal liniyasının sırasını da, xəttini də gedib elə həmin ölkədə qura bilərəm. Onda artıq düşünməlisən ki, mən bunu orada tək öz başına eləyəcəm, yəni mən şərik, partnyor istəmirəm və yaxud da yerli bir istehsalçı tapacam, onunla bir yerdə eləyəcəm və yaxud yerli investor tapacam, öz texnologiyamı ona satacam. Yəni burada artıq həmin sahibkarın gücündən asılıdır. Məhsulunun, texnologiyasının, know-how'sunun, patentinin, əlindəki lisenziyanın bu gücü olarsa, əlbəttə ki, sizə orada iş qurmaq daha rahat olacaq. Çünki siz qarşı tərəfə sadəcə olaraq, belə deyək də, bir məhsul təklif etməkdən daha çox yeni bir know-how təklif edirsiniz ki, və artıq onda da düşünə bilər ki, mən bunu tək eləyə bilmərəm, çünki məndə texnologiya yoxdur, məndə nə bilim, o yoxdur, bu yoxdur. Yəni, bu texnologiyalar əslinə qalsa çox şeyi həll edir. Məsələn, indi bəzi ölkələrdə görürsünüz ki, hansısa bir istehsalı, hətta dövlət səviyyəli, dövlət əhəmiyyətli, müdafiə əhəmiyyətli bir istehsalı quranda, o istehsalı quran şirkət bəzən texnologiyalarını vermək istəmir. O deyir ki, mən quracam, amma texnologiyanı məndə qalacaq, mən ancaq istehsalı quracam orada. Yəni, bu tərəfləri də var. Buna görə, əlbəttə ki, sahibkar öz gücünü düzgün dəyərləndirməyi bacarmalıdır ki, mən o bazara gedəndə, mən orada hansı rolda olacağam. Bəli, mən özüm də bu məsələdə bir maraqlı tərəf kimi danışıram. Mənim özümdə də bəzi suallar yaranır bu xarici bazar haqqında düşünəndə və eyni zamanda deməli, ətrafda olan sahibkarlardan da bəzi fikirlər eşidirsən. Bəzən kiçik orta biznesin axı problemi birisi də kadr problemidir. Əməkdaşlar, komanda problemidir. Deyir, bu komanda ilə mən hara gedə bilərəm ki? Bir deyim var da, deyir, bu komanda ilə Biləcərdən o yana keçmək mümkündür. O ki, qaldı xarici bazara gedəsəm. Bəli. Əlbəttə ki, bu kiçik orta biznes kadrlar üzərində işləməlidir. Bəziləri də əsaslı deyirlər yeri gəlmişkən, doğrudan da kadr məsələsi var. Bir məsələ də elə bu sahibkarın qorxularına aid olan məsələ məhsulla bağlı tərəddüd edir. Onu da ölçmək çox rahatdır. Əgər bazarda məhsul yaxşı alırlarsa, məhsulla bağlı bütün istəklər həyata keçirilibsə, müştəri məmnuniyyəti kifayət qədər yaxşıdır. Bunu məncə tövsiyə ilə ölçmək olar. Əgər tövsiyələr çoxdursa, geri dönən müştəri çoxdursa, bu deməkdir ki, artıq
sən oxşar segment üçün xarici bazarda oxşar iqtisadiyyatı olan texnologiya, siz dediniz o testlər var da, onu biz biləndən sonraki iqtisadiyyatımız oxşardır, texnoloji inkişaf səviyyəmiz demək olar ki, eynidir. Qanun, hüquq platforması, o həmin nizamlamalar məsələləri demək olar ki, eynidir və cüzi fərqlər var. Biz əgər müştəridən yaxşı feedback alırsa, məhsulumuz hazırdır. Amma komanda məsələsi olduqca ciddi məsələdir. Ona görə Evet. ki, sahibkar düşünür ki, yaxşıdır, məhsulu burada mən istehsal edib göndərə bilərəm. Bəs satış marketinq komandası necə quraram? Dil bariyer Evet. məsələsi də orada önəmli idi. Bayaqlar siz getdiniz ki, dil Evet. bariyer önəmlidir ki, ona görə ki, sahibkarın müəyyən bir strategiyası var da yerli bazarda. Hı Uğurlu bir hı. strategiyası hətta deyək ona. Əgər Evet. alınıbsa, onu gərək copy-paste eləsin də, onu köçürsün. Onu da gərək dil bariyeri, mental bariyeri o qədər az olmalıdır ki, bunu rahatlıqla köçürə bilsin. Köçürə Devam bilməyəndə edin. də əlbəttə ki, o həmin o qorxular yaradır ki, mən bunu necə edəcəm? Bu yerdə Devam edin ki, doğru. müəllim, burada artıq bizim bu növbəti sualın deməli e, Hı hı. konturları görünür. Hı hı. Biz xarici bazara biznesimizi daşımaqda ən çox populyar bir termin var da. Məhsulu, xidməti, biznes modeli lokallaşdırmaq lazımdır. Lokalizasiya deyirlər. Evet. Bu Evet. barədə deməli istərdim sizin fikrinizi öyrənim. Lokalizasiya nədir və hansı Evet. mərhələləri, hansı işləri özündə ehtiva edir? Çox vacib məqamdır. Siz doğru qeyd elədiniz. Mən lap əvvəldə də dedim ki, bu qorxular var. Çünki xarici bazara çıxmaq istəyən sahibkar birinci o öz resurslarını dəyərləndirməlidir və onların da içində ən vacibi insan resurslarıdır. Bəli. Yəni bu resurslarınız yoxdursa, yəni onda belə deyək də, mənim burada bir uğurlu biznesim var. Yaxşı pis işləyirəm. 8 ildir, 10 ildir bazardayam. Öz müştərilərim var. Stabil gəlirim var. Mən götürürəm elə buradakı işçilərdən əsas 4-5 nəfəri gedirəm, tutalım Qazaxstana, deyirəm bu işi orada quracam. 6 aydan sonra gəlib görəcəksən ki, burada artıq vəziyyət tamamilə dəyişib və sənin artıq işləyən mövcud biznesində problemlər yaranmağa başlayacaq. Çünki sən o resurs komandanı, yəni əsas təməl hissəsini olan insanları götürmüsən, başqa işə sərf eləmisən və onların işini burada kim görəcək? Yəni bu nöqteyi nəzərdən, yəni komandanın olması birinci şərtdir. O deyirlər Birinci. ki, əli aşından doldum, bəli aşındandır. Tamamilə. Ona görə deyirəm ki, bu heç də həmişə uğurlu strategiya deyil ki, mən mütləq xarici bazara çıxım. Sən hazır deyilsənsə, dediyim kimi, o zaman nə etmək olar? Ancaq sadə sxemlər əsasında. Mən orada partnyor tapıram, satıram, onun artıq şəbəkəsi var, onun anbarı var, onun biznesi var, ancaq eksport edirəm. Müştəri tapıram, satıram orada, Dubayda müştəri tapıram, satıram Dubaya, Qazaxstanda tapıram, satıram ora. Yəni burada artıq o bazara necə çıxıram mən? Özümün məhsuluma tələbat var, onun əsasında çıxıram. Amma mən artıq real bir biznesi qurmaq istəyirəm buradakı kimi, həmin ölkədə də. Orada mütləq lokalizasiya, məhsulun və xidmətin lokalizasiyası bu birmənalı şəkildə vacib amildir. Tutalım, ola bilər ki, hansısa dad baxımından, məsəl üçün deyək də, biz bir məhsul yaxşı satılır burada, amma həmin ölkədə satılmaz. Məsələn deyək, dünya praktikasından misallar çəkə bilərik. Məsələn, McDonald's Hindistan bazarı kimi böyük bir bazara girəndə, bilirsiniz də, onlar mal əti yemirlər. Bəli. İthal Hindlər, məsələlər var. Hindistan üçün onlar xüsusi menyular hazırladılar. Yəni məhsulu lokalizasiya elədilər. Mal əti ilə olan məhsullarını çıxartdılar. Yerinə, əvəzinə toyuq ətinə üstünlük verdilər. Vegetarian burgerlər hazırladılar və s. Onun əsasında onlar rahat orada işlərini görə bildilər. Yəni bu məhsulun lokalizasiyasına bariz nümunədir. İndi misal üçün baxaq da, bizim ölkəmizdə adətən diş macunu, diş pastası harda satılır?
Marketlərdə də satılır, apteklərdə də satılır, hər yerdə satılır. Amma məsəl üçün Avropa ölkələrinin çoxunda diş pastasını, diş macununu ancaq aptekdən ala bilərsən. Hı hı. Yəni adi dükan mağazalarda onlar satılmır. Yəni icazə verilmir. Yəni tutalım ki, mən bu sahədə məhsul istehsal edərəmsə və bundan xəbərim yoxdursa, mən gedib hansı bazarı öyrənəcəm orada? Yəni bazar araşdırması istənilən halda bizə vacib məlumat verir və lokalizasiyada yəni onun əks tərəfi lokalizasiya etməyən şirkətlərin də uğursuz təcrübələri var da. Misal üçün Walmart kimi böyük bir Amerikanın ən böyük parakəndə satış şəbəkəsi olan bir şirkət məsəl üçün gəlib Almaniya bazarında deməli bazara girmək istədi, amma almanların ticarət mədəniyyətindən kifayət qədər məlumat əldə eləmədi, çox səthi araşdırmalar elədi və 1 milyard itki ilə bazardan çıxdı. Yəni baxırsan ki, əslində bunlar biznes təcrübələri olan dünyanın qabaqcıl aparıcı şirkətidir, amma onlar belə dərindən araşdırma aparmayanda uğursuzluqla deməli üzləşə bilirlər. Ya da ki düşünürlər ki, vərdişləri dəyişmək qüdrətindədirlər, amma dəyişə bilmirlər. Tamamilə doğrudur. O Ola çox bilər. çətindir. O çox çətindir vərdişləri dəyişmək. Yəni belə deyək də, bunun üçün siz çox belə deyək, üstün bir məhsula sahib olmalısınız. Və o qədər unikal olmalıdır ki, istənilən adamın irqindən, yaşadığı mühitdən, dadlara verdiyi önəmindən, dini inanclarından və s. asılı olmayan bir məhsul olsun. Tutalım ki, o nöqteyi nəzərdən, yəni bunu tutmaq o qədər də asan deyil. Yəni bunu araşdırmaq lazımdır təbii. Və həm də ki, düşünürəm ki, bununla yanaşı məhsulun keyfiyyəti unikal ya da universal daha doğrusu olmasıyla yanaşı, həm də bunun maarifləndirilməsi ilə bağlı kifayət qədər ciddi maliyyə vəsaiti lazımdır. Maarifləndirmə, Əlbəttə. reklam Onu vasitəsilə. tanıdana qədər nə Hə. qədər pul Sən xərcləməlisən. hesablamalısan ki, bu qoyduğun sərmayəni sən nə müddətə qaytara bilərsən? Dəyərmi belə vərdişləri dəyişmək? Yoxsa elə mövcud vərdişlər əsasında bir müddət iş qurasan, sonra isə artıq qazanc əldə etdiyindən sonra bu işlərə gedərsən. Bu da sahibkarın seçimindən asılıdır ki, necə yanaşır məsələyə. Bəli, bu biznesin effektivliyi nə ilə ölçülür? Daha az resurs xərcləməklə Bəli. daha böyük gəlir əldə etməkdir. Əgər yox, biz kiminsə inancını dəyişdirməkdirsə məqsədimiz, o artıq biznes məqsədləri deyil. Yəni bu kiminsə ənənəsini dəyişdirmək və yaxud da mən özüm üçün məqsəd qoyuram ki, tutalım ki, bizdə şəkərbura paxlavanı xoşlayırlar. Mən məqsəd qoyuram ki, mən gedəcəm Moldaviyada cəmaatı öyrədəcəm ki, onlar da hər bayramda şəkərbura paxlava yesinlər. Hə qardaş, bu yəni belə deyək də biznes məqsədi deyil. Ola bilər sən ona nail olarsan, amma nə qədər resurs xərcləyəcəksən ona və nə qədər müddət gedəcək ona. Yəni bu biznes hədəflərinin qoyulmasına zidd olan bir şeydir də. Yəni hədəflərdən daha çox burada şəxsi maraq, şəxsi istək, ambisiya ola bilər ki, amma biznes baxımından bu o qədər effektiv deyil. Doğrudur. Doğrudur. Ümumiyyətlə biz bütün vasitələrdən istifadə etməliyik ki, o bazara çox rahatlıqla, asanlıqla, müqamətsiz, siz Bəli, hərbi ilə müqayisə edirsiniz də, az bəli. ifadelərlə Tamamilə doğrudur. həmin Tamamilə nöqtələri doğrudur. əldə edək. Yəni mən bu yolla getsəm, üzr istəyirəm, sizin sözünüzə qüvvət deyirəm. Yəni bu yolla getsəm, daha çox maneəyə rast gələcəm, daha çox itki verəcəm. Daha Əgər gec mən bu bazara gec nail olacam hədəfimə, ondansa deməli mən alternativləri fikirləşməliyəm ki, bəlkə mən bu yolla gedim, buradan məni heç kim gözləmir. Bax buradan gəlsəm, yəni tutalım ki, mənə nə qədər resurs tələb olunacaq və əlbəttə ki, strategiyaların özündə də şirkətlər indi düzdür, biz bu termindən çox istifadə edirik, amma reallıqda şirkətlərin çox az bir hissəsi özünün strategiyalarını həyata keçirir, doğrudan da yazılı surətdə onları
tətbiq eləyir və onların müqayisəsini aparır. Çünki burada ola bilər ki, bir konsept, bir yanaşma bu olsun. Ona alternatif başqa konsept olsun. Yəni bu alternativləri 2-3 alternativi dəyərləndirəndə daha yaxşı nəticələr əldə eləmək ehtimalı artır. Yəni elə mənim ağlıma gəldikcə mən gedim. Düzdür, bu belə hallar da olur. O insanın o necə deyirlər, İstisnalar da var, istisnadır. istisnalardır və bu Qaydanı o pozmur. demək deyil ki, daim belə olacaq və başqa ölkədə də tətbiq edəcəm, eyni məsələ olacaq və s. Yəni burada əlbəttə ki, çox ölçüb biçmək lazımdır, düşünmək lazımdır. Amma eyni zamanda da bundan qorxmamaq lazımdır ki, yəni əgər sən doğrudan da bir qlobal, regional heç olmasa, yəni bilirsiniz ki, brendlər var, lokal brendlər var, regional brendlər var, bir də qlobal brendlər var da. Sən tutalım ki, lokal bir brend kimi tanınmısan. Yəni burada misal üçün deyək, məsələn bizim biznesimizdə belə bir biznesdə hansında ki mən iştirak eləmişdim, o tariximizdə yerli sahibkarın belə deyək, təcrübəsini bölüşürəm. Adam istəyirdi ki, xarici bir brend gətirsin, franchising eləsin və onun adı ilə burada kafe açsın. Və burada bizə bir araşdırma sifariş verəndə o franchisingin şərtlərini oxuyanda mən çox təəccübləndim. Çox həddindən artıq ağır şərtləri var idi. O idi ki, sahibkar özü bütün xərcləri çəkir, lisenziyaları alır, texnologiyanı oradan alır, avadanlığı oradan alır, məhsulları oradan alır və sən onun adı ilə açır, qazancın da 30%-ni verir onlara, pulun da 100%-ni özü qoyur. Mən onda o doğrudan da həddindən artıq çox bir üstündən bəlkə də 20 ilə yaxın, bəlkə də çox vaxt keçibdi. Mən onda soruşdum ki, yaxşı gəlin belə bir araşdırma eləyək də, baxaq görək ki, bu brendi Azərbaycanda 100 nəfərdən neçəsi tanıyacaq, ya 1000 nəfərdən neçəsi tanıyacaq. Bir sorğu keçirək, görək bu qədər yükün altına girməyə dəyərmi? Bəlkə elə onun adına oxşar özünüz bir ad qoysanız, patentləşdirsəniz, özünüz belə bir kafe açsanız, bəlkə o daha uğurlu olacaq. Yəni ada görə bu qədər sərmayə dəyərmi? Tutalım McDonald's-a, tutalım, bəlkə də dəyər. Amma o ad o qədər tanınmış değildi. Və onların sonradan ağlına batdı, heç araşdırma da sifariş vermədilər, öz adlarını qoydular. Və elə də gəldi ki, 10 ildən, 12 ildən sonra, məsəl üçün Gürcüstandan gəlib bizdən franchising istədilər. Ki, belə adla, bu konseptlə biz istəyirik Gürcüstanda açaq, yəni şərtlərini siz qoyun, pulu biz investisiya eləyəcəyik və istəyirik ki, bu konsepti orada quraq. Yəni, bu da bir misaldır. Yəni, franchising üzərindən genişlənmə, tutalım ki, mənim hansısa lokal brendim varsa, mən regional brendə çevrilirəm. Öz ətrafındakı ölkələrdə, misal üçün deyək, buna bir misal çəkim ki, tutalım, Azərbaycanda Barjomi deyəndə hamı bilir nədir. Çünki bu regional bir brenddir. Amma tutalım, siz qeyb Kanadada desəz və yaxud da İngiltərədə Barjomi desəz, deyəcəklər ki, bu nədir belə? Çünki o qlobal brend deyil. Amma siz mərhələ-mərhələ əvvəl özünüz bir brend olmalısınız daxili bazarda, sonra regional brendə də orada da belə deyək, belə yanaşma da var. Tutalım, bir var şəbəkə şəklində böyümək, eyni vaxtda 4-5 ölkə ilə ticarət edərək, ora mal sataraq böyümək. Bir də var o şəlalə modelində deyirlər, yəni pillə-pillə bir ölkəyə girdin, orada qurdun, prosesi ayağa qoydun, gəlirə çıxartdın, keçdin o birisinə, gəlirə çıxartdın, keçdin o birisinə. Yəni bunu da sahibkar yaxşı planlamağı bacarmalıdır təbii. Bəli, mən də sizin bu sonuncu bu dediğiniz stratejiyanın tam razıyım. Ola bilsin belki de sığortalı olduğuna göre razıyam. Yani az risk deməli Bəli. etibar edir. Keçmişdə etdiyim səhvlərə görə də indi bunları daha yaxşı anlayıram. Sahibkarlar da buradan elə ibrət götürə bilərlər. Yəni bir var sərf edib səhvdən sonra bir düzəliş edəsən, bir var ki, ümumiyyətlə o səhvi etməyəsən. Bəli, Və tamam. burada emosiyaların yeri yoxdur. Yəni çox vaxt sahibkarlar, xüsusən də təcrübəsiz sözü bir
pis söz deyil. Təcrübəsiz başıma gəlməyən bir şey deməkdir də. Yəni bəziləri təcrübəsiz deyəndə bəzi təhqir kimi götürürlər ki, mən niyə təcrübəsiz deyirsiniz? Amma əslində bu bir rast gəlmədiyin və yoxsa bu istiqamətə baş vurmadığın bir tərəfdir. Bunu da öyrənsən, biraz da zənginləşəsən, biraz da kamilləşəsən, biraz da e, baxış bucağın genişlənəcək. Ona görə təcrübəsiz sözü biz bu görüşlərdə istifadə edəndə bu yeni bir fürsət kimi sahibkarlar dəyərləndirsə daha yaxşı olar. Yəni, təcrübəsi yəni daha böyük yeni imkanlar var ki, hansı ki onları da mən gələcəkdə əhatə etsəm daha yaxşı sahibkar ola bilərəm. Ona görə də biz bunu xoş niyyətlə təcrübəsiz sözünü burada istifadə edirik. İlkin müəllim, bir məsələ də var. Biz indi kadrlardan danışdıq da. Biz danışdıq, məhsuldan danışdıq. Ümumiyyətlə bu hazırlıq prosesinin özünün çoxlu tərəfləri vardı. Biri kadr idi, biri məhsul idi. Əlbəttə ki, burada digər amillər də var. Amma mənim sahəm olduğuna görə mənim diqqətimi cəlb edən texnologiyadır burada. Hı. Texnoloji baxımdan, innovasiya baxımından, müasir texnologiyadan istifadə baxımından da bir ciddi hazırlıq işləri görməlidir sahibkar. Ona görə ki, əgər biz xarici bazara gediriksə, məsafədən biznesimizi idarə etməyə başlayacağıqsa, kadrlarla məsafədən deməli tapşırıqların idarə olunmasını həyata keçiriləcəksə, toplantılar və s. Və eyni zamanda onlayn şəkildə anında oradakı prosesləri, satış dinamikasını, ambargalı və s. izləməli olsa, burada eyni zamanda sahibkarın bu kadr məhsulla yanaşı texnoloji hazırlığı da çox önəm kəsb edir. Bu nə Hı. dərəcədə bu önəmlidir? Mən Hı. istəyirəm ki, belə siz bunu Hı. qıraqdan bir ekspert kimi necə görürsünüz? Nə qədər bu önəmlidir ki, şirkətdə texnoloji inkişaf müəyyən bir səviyyədə olmalıdır ki, xarici bazara çıxış daha asan və əlverişli olsun. Tamamilə doğru buyurdunuz. Mən bir o təcrübə ilə bağlı sizin sözünüzə qüvvət bir əlavə eləmək istəyirəm. Təcrübə sözünün içində Hı -hı. həm də yəni sən təcrübəlisənsə, bu həm də o deməkdir ki, sən neçə dəfə uğursuzluqla üzləşmisən. Hı -hı. Yəni hər bir uğursuzluq səni daha təcrübəli edir, belə deyək. Bəli. Yəni insan ona görə uğursuzluqdan və yaxud hansısa bir ideyanın icrasında tutmamasından, alınmamasından qorxmaq lazım deyil. Elə adam var ki, bir dəfə cəhd eləyir, alınmır, sonra deyir ki, yox, bu mənlik deyil. Bəllidir. Və yaxud da bir dəfə bir ölkəyə girməyə cəhd eləyir, alınmır, o birisi ölkələrə daha heç vaxt cəhd eləmir. Yəni o təcrübə səni öyrədən bir şeydir. Yəni sənin insan yəni belə deyək də əlini vurub bir yerdə yandırmasa, onun isti olub və təhlükəli olduğunu bilməyəcək. Təcrübə oradan qazanılır ki, sən o kiçik düzdür, o elə təcrübələr, elə uğursuzluqlar olmalıdır ki, o səni yıxmasın da, yəni belə deyək də tam mövcud biznesini də belə yerlə yeksan eləməsin. Amma kiçik uğursuzluqlar insanı daha sərt bazarlara girməyə, daha yaxşı təcrübəli olmağa və yaxud o şeylərə hazır olmağa deməli səsləyir. Ki, sən təcrübə o deməkdir. Bəli. Yəni əgər yox mən heç vaxt həyatımda o belə deyək də maşın sürmək kimi bir şeydir də. Sən elə bil teoretik baxımdan bilirsən hər bir şeyi ki, necə sürəcəksən mexanika maşını. Bilirsən ki, bunu necə olmalıdır, necə olmamalıdır. Amma istənilən halda ilk dəfə maşına oturanda xam olursan da belə deyək bir növ. O təcrübə ilə mütləq gəlir. Biznesdə də belədir. Yəni sən mütləq nəyəsə uğursuzluğu görməlisən ki, gələn dəfə başa düşəsən ki, mən burada səhv elədim. Bu səhvi daha gələcəkdə eləməməliyəm. Yaxşı olar ki, başqalarının, daha təcrübəli olanların fikirlərini eşidəsən, alasan, onlar sənin yanında olsun, onlarla. Amma bizim mentalitetimizdə belə deyək də təəssüf ki, biraz bu məsələlərdə biz geri qalırıq. O bəzi Avropa inkişaf eləmiş ölkələrdən. Birincisi o belə deyək də qorxuruq öz biznes ideyamızı başqaları ilə paylaşmağa. İkincisi etibarsızlıq məsələsi var. Üçüncüsü özünə arxayınlıq məsələsi var ki, mən məsələn görmüşəm ki,
gedirsən adamda problemləri var biznesin. Məsələn deyəndə ki, bunu bazar araşdırması lazımdır. Deyir, mən bazarımı beş barmağım kimi bilirəm. O çox Yaxşı, güman əgər ki özgüvəndən daha çox egoya oxşuyur. hə, ego, yəni o belə deyək də səbəbsiz egolar da olur da. Bəli, bəli, Beş barmağın kimi bilirsənsə, niyə onda sən biznesini qaldıra bilmirsən? bəli, Niyə bu problemi yaşayırsan? bəli. Onda heç olmasa səbəbin dinən də. Onda deməli sən bazarındakı o problemi görməlisən. Bir də o çox adam görürsüz ki, həmişə o belə deyək də hadisələri, hamını, rəqibləri, nə bilim, dövləti, vergini, hamını günahlandırır özündən başqa. Deyir ki, günah onlardadır. Onlar olmasaydı mən yaxşı işləyərdim o məsməkə. Amma burada əlbəttə ki, hünər də ondadır ki, sən bu qədər maneənin içində bu biznesi qurmalısan. İndi Bəli. o ki qaldı o siz dediyiniz texnoloji tərəfinə. Bəli, biz o bayaq bir təhlillərdən birini Pestel təhlilini qeyd elədik. Mən tövsiyə edərdim ki, burada bir Porter'in 5 qüvvəsi deyilən bir təhlil var. Çoxunuz, yəni sahibkarlar da yəqin bilir. Amma biznesdə çox az tətbiq olunur. Nəyə görəsə Azərbaycanda və hesab edirlər ki, bu ancaq nəzəriyyədir də, yəni praktika deyil. Bəli. Porter'in 5 qüvvəsi nədir? Porter deyir ki, birinci bazarı qiymətləndirərkən, hansı bazara ki girəcəksən, birinci o bazara girişin asanlığını qiymətləndir. Deməli, bir var ki, o bazara girmək üçün sən böyük investisiya qoymalısan, lisenziyalar almalısan, patent almalısan, dövlət icazələri almalısan. Misal üçün deyək, sən gəlib hansısa, məsələn, mənim bir sahibkar xarici tanışım var idi. O, deməli, zirehli maşın istehsal edirdi. Bu banklar üçün, hərbi üçün, nə bilim, inkasator maşınları üçün. Yəni bu halda sən təbiidir ki, dövlət qurumları ilə mütləq təmasda olmalısan və onların icazəsini almalısan. Yəni hər adam gəlib yerindən duran bazara girə bilməz. Yəni bu bazarın çətinliyi və asanlığı. Yox, sənin bazarına istənilən adam gəlib girə bilərsə, əlində 10 min, 20 min, 50 min dollar pulu varsa, gəlib o da bu işlə məşğul ola bilərsə, o deməkdir ki, sən böyük bir rəqabət bazarına girirsən. Bəli. Qırmızı Yəni okean. Qırmızı bəli, okean. bəli, bu bir qüvvədir. İkinci qüvvə deməli alıcıların qüvvəsidir. Yəni alıcılar nə dərəcədə sənin məhsul və xidmətinə alternativlə təmin olunubdur. Yəni o alıcının bazarıdırmı, yoxsa satıcının bazarıdır? Yəni alıcının bazarıdırsa, o deməkdir ki, sən olmasan da o alıcı o məhsul və xidməti alır. Sən gələcəksən. Tələb böyük olan bir bazar. Tələbi böyük. Bəli, alıcı qüvvəsidir. Yəni elə bir bizneslər olur ki, yəni hətta B2B-də də bu başqa bir şirkətlə əməkdaşlıq eləmək istəyirsən və yaxud müqavilə bağlamaq istəyirsən, orada kim daha güclüdür, o daha yaxşı şərtlər əldə edəcək. Yəni onun mövqeyi daha güclüdür, o daha yaxşı şərtlər əldə edəcək. Deməli bu alıcıların qüvvəsidir. Sonra rəqiblərin qüvvəsi. Yəni onlar nə dərəcədə çoxdur, onlar bazarın hansı payına sahiblik eləyir. Potensialı nə boydadırlar? Onların potensialı nə qədərdir, onun arxasında kim durub, investisiya potensialı. Nə müddətdir fəaliyyət göstərir və vərdişlər formalaşıb artıq onlardan. Tamamilə. Çünki bəzi bazarlar var ki, orada birinci olan şirkət çox asanlıqla rəqiblərini belə deyək də üstələməyi bacarır. Yəni onun artıq adı brend olur. Necə ki bizim bazarda Xerox'dir, Pampers'dir və s. Yəni şirkətin adı ilə artıq hansısa bir məhsul və xidmətin kateqoriyası formalaşır. Yəni onun üçün birinci qalmaq o qədər də çətin olmur. Nəinki o ikinci gəlib onu keçmək istəyir. O ondan 3 qat, 5 qat artıq səy göstərməlidir, investisiya qoymalıdır ki, gəlib bazarın birincisi olsun, lideri olsun. O çox çətin bir şeydir. Yəni orada belə bir şey də var ki, bu belə bir kitab var idi, tövsiyə edirəm oxumağa. İmkan olsa, mən rus dilində düzdür oxumuşam. Kitabın adı Dagnat Zayçadır. Yəni dovşana çatmaq. Dovşana çatmaq, orada onun müəllifləri deyirlər ki, sən həmişə böyük şirkətdə
lider şirkətin arxasıca gedirlər ki, onu gəlib keçsinlər. Bəli. Yəni biznesdə də belədir, idmanda da belədir, brendlərdə də belədir. Yəni sən istəyirsən ki, məsələn qaçışdırsa, marafondursa, sən gücünü elə hesablamaq istəyirsən ki, mən gəlib sonda finişə çatanda gəlib hamından keçim, birinci olum. Amma burada bir məqamı nəzərə almaq lazımdır ki, o lider yerində qalmayıb və səni gözləmir ki, haçan gəlib mənə keçəcək bu, onda mən hərəkət edəcəm. O liderliyi saxlamaq üçün daim öz məhsul xidmətini yeniləyir, özünün texnologiyasını yeniləyir, məhsulların maya dəyərini aşağı salmağa çalışır, məhsulun kateqoriyalarını artırmağa çalışır, bazarı öyrənir, əhatə dairəsini. Sən artıq daim sən bir addıma onun attığın addımı sən də atırsan. Amma görürsən ki, o artıq 2 ildir planlaşdırdığı yeni bir addım atır və sən onu atmaq üçün sənə həzdən bu 2 il lazımdır ki, sən onu, o texnologiyanı formalaşdırasan. Deməli, burada rəqiblərin qüvvəsi vacib rol oynayır, təchizatçıların qüvvəsi. Yəni, ola bilər ki, sən birbaşa çıxmırsan bazara. Sənin məhsul və xidmətini bazara çıxmaq üçün tərəfdaşların lazımdır. Dealer, distributor, partnyor. Tamamilə doğrudur. Yəni burada artıq sən düşünməlisən ki, mən bunların deməli belə deyək də o təchizatçılar misal üçün deyək hansı misalı çəkək ki, daha bariz nümunə kimi olsun. Məsələn, mən əvvəllər bu bank sektorunda da işləmişəm. Bank kartları istehsal eləmək istəyirsənsə, müştərilərinə kart vermək istəyirsən, indi düzdür, hamısı keçib mobil tətbiqin üzərindən və s. Amma əvvəllər belə bir şey var idi da, yəni əgər sən bunu eləmək istəyirsənsə, deməli nə etməlisən? O kart prosesing şirkətlərinin qılıncının altından keçməlisən. 2-3 dənə vardı maksimumda. Tamamilə doğrudur. 40 banka 3 dənə prosesing mərkəzi var desən əvvəllər. Tamamilə doğrudur. Əvvəllər Azərbaycanda belə idi. Deməli, eyni zamanda bu onların verdiyi hər bir prosesing xidmətinin qiymətini sən öz məhsulun qiymətinin üstünə gəlməlisən. Eyni zamanda da onların sistemi üzərindən işləməlisən və sistemdən istifadə elədiyinə görə, onlara nə etməlisən? Pul ödəməlisən. Deməli, sənin son məhsulun qiyməti nədən asılıdır? Həmin təchizatçıların gücündən asılıdır. Və eyni zamanda məlumat təhlükəsizliyi də var. Sənin məlumatları da görmək imkanları var. Tamamilə doğrudur. Tamamilə doğrudur. Məsəl üçün deyək, biz öz praktikamdan deyə bilərəm ki, biz bir müştəri loyallıq proqramını yaradanda bir holdingdə, şirkətdə, onda nə etdik? Biz qərar verdik ki, bunu biz kart üzərindən edək. Yəni bonus kartları verməklə və bonus kartlarını müştərilərə paylayanda biz bunu prosesing sistemi üzərindən elədik. İlk dəfə Azərbaycanda qeyri-bank sektorunda biz bunu tətbiq elədik. Amma onu sistemi təmin edən Türkiyə şirkəti bunu banklar üçün edir və biz bahara düşəndə ki, biz bu kartları müştərilərimizə tamamilə pulsuz veririk. Amma bunun hələ xidmət haqqını qoyuram bir qırağa, yəni bunun proqramlaşdırması və s. kartın özünün dizaynı, çapı Azərbaycana gətirilməsi, çünki o beynini orada Türkiyədə yazırlar. Çip var orada. Çipləri $1 başa gəlir. Deməli, mən 200 min müştərimə bu kartdan pulsuz paylayıramsa, mən $200.000 ancaq belə deyək də, investisiya edirəm bu loyallıq proqramına ancaq kartında. Hələ bunun supportu var, dəstəyi var. Bunun supportuna görə də hər ay pul ödəyirəm təbiidir. Və sonradan biz artıq müəyyən bir müddətdən sonra bunu mobil tətbiq üzərindən eləyəndə başladıq, mobil tətbiqə keçirdik proqram və artıq bir müddətdən sonra qərar verdik ki, ümumiyyətlə kart məsələsini ləğv edək. Və nə əldə elədik? Hər o müştərinin qazanmasında itirdiyimiz o $1 və yaxud da $1 neçə dollar əmələ gəlirdisə, biz o xərci azaltmış olduq. Yəni, bunları deməkdə məqsədim odur ki, təchizatçı vasitəsilə mi işləyəcəm mən?
Yoxsa birbaşa mənim məhsul və xidmətimi son alıcıya, son istehlakçıya çatdırmaq üçün mənə vasitəçi yox, təchizatçı yoxdursa arada, onda təchizatçıların gücü deməli yazırıq özümüz üçün sıfır. Bir də əvəzedicilər. Hı hı. Əvəzedicilər, çünki ola bilər ki, biz rəqibləri qiymətləndirərkən birbaşa rəqibi qiymətləndiririk. Amma əvəzedici məhsulların gücünü nəzərə almırıq bəzən. Tutalım ki, belə deyək də, adam meyvə suyu bazarına girmək istəyir, amma əvəzediciləri qiymətləndirmir. Məsəl üçün deyək də, kompotu qiymətləndirmir, digər şirələri qiymətləndirmir və yaxud da qazlı içkiləri qiymətləndirmir. Amma bu da mayedir və bu da sənin müştərinin sənin məhsulun olan deməli meyvə suyunu tutalım ki 20 dənə sənin iri rəqibin var. Amma meyvə suyundan kənar sənin məhsulunun əvəzedicisi olan nə qədər məhsul var və onların da nə qədər bazarda payları var. Sən bunları da bilməlisən. Çünki əvəzedicini bilmədən tam bazarı düzgün dəyərləndirmək bəzən sizə yanlış nəticələr verə bilər və çaşdıra bilər sahibkarı. Ona görə də Porter deyir ki, dediyimiz kimi bazara girişin asanlığını, çətinliyini öyrənməlisən, rəqiblərin gücünü öyrənməlisən, əvəzedici məhsulları öyrənməlisən, alıcıların gücünü öyrənməlisən, yəni müştərilərin gücünü. Yəni bu, bir də təchizatçılar. Bu 5 güc sənin həmin bazardakı vəziyyətini bir növ, belə deyək də, təmin eləməyə əsas təhlil olunası amillərdir. Bunlarda əgər təhlildən sonra görürsən ki, bəli, sənin komandan nə edə bilərsən, misal üçün deyək, Amerikada indi düzdür, bunları süni intellekt əvəz eləməyə başlayıb. Amerikada call centerləri, çağrı mərkəzlərini formalaşdıran şirkətlər nə edirdilər? Çağrı mərkəzlərinə Hindistandan kadrlar götürülür. Çünki bir nəfərə verdiyi maaşa 3-4 indirini işlədə bilirdi. Texnoloji tərəfdən qoşulma imkanlarını təmin edəndən sonra, əgər bu internet üzərindəndirsə, internet kol üzərindəndirsə, düz deyil. Mən Amerikada kiməsə 2500 və yaxud 5000 dollar, 6000 dollar ayda maaş verməklə mən bir call centerə operator götürə biləcəyəm. Amma Hindistanda tutalım ki, həmin qiymətə mən 4 ya 5 operator götürə bilərəm. Bizimki burada tutalım ki, Alman fəhlə deyir ki, mən həftədə 48 saatdan və yaxud da 30 saatdan artıq işləməyəcəm, 40 saatdan artıq işləməyəcəm. Hindli deyir ki, mən şənbə bazarda işləməyə hazıram, mənə yetər ki, 1-2 dollar artıq pul ver yenə. Yəni, burada əlbəttə ki, o bazardakı kadr potensialını da dəyərləndirmək lazım. Çünki ekspat dediyilən bir məsələ var da, bu ekspatların qiyməti çox bahalı ola bilər. Ekspat, yəni mən hansısa bir ölkədə iş görməyə gedirəm və ora xaricdən adam gətirirəm işçini. Tutalım, Azərbaycandan aparırsansa, bu işçinin burada qeydiyyatı var, bunun oturum izni var, bunun vergi məsələsi var. Bu xərcləri artır da, bariyer məsələsi var. Daha yaxşı olar ki, yerli adamlardan istifadə edir. Məsələn, biz bir biznesdə, xaricdə bir biznes açmışdıq. Orada bir dənə rəhbər Azərbaycanlı idi. Qalan işçilərin hamısı yerli vətəndaşları idi. Və normal da, belə deyək də, onların mentalitetini, dilini tutandan sonra, adət-ənənəsinə hörmət eləyəndən sonra onlardan çox rahat dil tapmaq olur, işləmək olur. Amma yenə də dediyimiz kimi texnoloji baxımdan ölkənin hansı səviyyədə olması, yəni bunları mən niyə misal çəkdim? Tutalım ki, sizə operator lazımdır, texnologiya imkan verir buna, həmin ölkədən lazımdır operatoru, Azərbaycanlı da cavab verə bilər, rus dilində danışa bilirsə, ingilis dilində danışa bilərsə, buradakı adamı da seçə bilərik. Tutalım, siz gedib Qazaxstanda bu işi görmək istəyirsiniz, call centerimiz isə Azərbaycandan cavablandırır.
Yəni bu normal bir şeydir. Yəni texnoloji inkişaf əgər yox gedirik hansısa bir Afrika ölkəsinə, orada görürük ki, heç internet fərqli başlı işləmir. O zaman deməli o deməkdir ki, mən bunu eləyə bilməyəcəm. Və yaxud da orada ingilis dili bilən adam tapa bilmirəm. Mən Afrikaya təzədən başqa bir ölkədən adam gətirməliyəm. Onun yaşayışı var, onun yolu var. Deməli, o texnologiya bu şeylərin hamısına birbaşa təsir elədiyinə görə bu nöqteyi nəzərdən yenə də baxmalıyıq ki, bizim məhsulumuz və xidmətimiz satışında texnologiyanın əhəmiyyəti nə qədərdir? Bazarın texnoloji inkişaf səviyyəsi nə haldadır? Və bizim məhsul və xidmətlərimiz bunun üzərindən satılarsa, bizə hansı əlavə, belə deyək, xərclər, əlavə resurslar lazım olacaq? Doğrudur. Texnologiya həm də bizdə deməli məsələdən idarə etməkdən söhbət gedirsə, biz gərək task management sistemi quraq. O da texnologiyanın bir daxili texnologiyanın bir nümunəsidir ki, yəni biz tapşırıqlarımızı elektron formatda, e-mail üzərində, task management üzərində xüsusi proqramlar vasitəsilə gərək idarə edək ki, onlayn şəkildə oradakı proseslərə görə. Eyni zamanda yəqin ki, bu biznes idarə etməsi ilə yanaşı ambar idarə etməsi də var, müştəri münasibətləri idarə etməsi var. Bunlar hamısı biznes idarə etməsinin tərkib hissəsidir də. Tamamilə. Müştəri münasibətləri, layihəlıq proqramı, feedbackləri, bunlar hamısını gərək biz elektronlaşdıraq ki, biz anında nə baş verir, o xaricdəki biznesimizə nə baş verirsə, onları görə bilərik. Mən bu işdə daha belə, necə deyirlər, həvəsli adam, maraqlı tərəf olduğuna görə biraz geniş danışıram. Əslində bu sualı Sizin sizə sözünüzə qüvvət, siz artıq bir uğurlu modeli artıq tətbiq eləmisiniz və və bunların da çoxsu texnologiyalarla bağlıdır. Düzdürmü? Bəli. Yəni burada indi interfeysdir, dil məsələsidir, bunların dəyişilməsidir. İndiki zamanda süni intellekt əsrində bir çox məsələlər asanlaşır. Bəli, elə bu da Amma texnologiyadır da, süni intellekt özü də tamamilə doğrudur. Asanlaşır, amma bu eyni zamanda nə edir? Bazara girişin asanlığını da artırır. Yəni bu o demək ki, əgər biz onu eləyə biliriksə, başqaları da ondan istifadə eləyəcək. İndi o bayaqları biz misallar çəkdik ki, tutalım call centerlərdə Hindistandan adamları cəlb eləmək. İndi call centerləri artıq süni intellekt əvəz edir. bəli, kol Yəni burada agentlər. artıq insan amili o qədər minimuma enib ki, indi və bu prosesdə davam edir. Yəni Amma bu və zəruridir. Xarici bazara çıxmaq üçün biz onu istifadə etməsək, biz rəqabətdə olmayacağıq. Əlbəttə ki, o həll bir edici mənalı. deyil, amma biznes model, keyfiyyətli məhsul və texnologiya bu tandem Hı hı. yaxşı nəticə verəcək. Yəni bunlar ikisindən biri olmasa biz xarici bazarda əziyyət çəkəcəyik mən düşünürəm. Ona görə ki, texnologiya bizim vaxtımızı qənaət edir, məsafələri yaxınlaşdırır, Bəli, bəli, tamamilə. operativliyi təmin edir, onlayn olmağı, yəni biznesin onlayn olmağını təmin edir. Bunlar da həlledici əlbəttə ki, məhsulum yaxşıdırsa. Məhsul yaxşı deyilsə texnologiya mənə kömək edəcək yeri gəlmişkən. Bunu da qeyd etmək lazımdır. Siz Tamamilə. orada bir məsələyə də toxundunuz. Deməli, təchizatçılar da. Hı hı. İndi onu bizim bazara uyğun konkret desək, biz orada hüquqi şirkət açaraq, MMC, Hı hı. LTD-dir, xarici Bəli. adlanırsa, biz açmalıyıq və yaxudsa onu yalnız özümüz onu deməli 100%lıq pay sahibi olmalıyıq. Hansı Hı variantlar hı. yaxşı ola bilər ki, bəlkə də orada biz tanınmış, bu işi bilən, bazarı yaxşı tanıyan bir şirkət və yaxudsa bir şəxslə Hı hı. partnyorluq, şəriklik bir müqaviləsi qursaq, Hı əlaqəsi hı. qursaq, o biznes daha çox yoxsa bu haldan hala dəyişir. Biznes modeldən dəyişir. Bəli, tamamilə doğru deyirsiniz. Bu birinci növbədə biznesin mürəkkəbliyindən, yəni bazara girişin çətinliyindən Hı -hı. və eyni zamanda biznesin imkanlarından asılıdır. Tutalım ki, mən investisiya imkanım var kifayət qədər, mən şərik istəmirəm biznesə. Mən bu halda əgər tutalım bu işi Azərbaycanda qurmuşam, gedib həmin avadanlığı alıram, Gürcüstanda da başlayıram istehsal eləməyə, Qazaxıstanda qururam,
Məsəl üçün Azərbaycandan iş adamları var ki, əvvəl Azərbaycanda qurduqları işi gedib xarici ölkələrdə də qurublar, orada da uğurla işləyirlər. Məsəl üçün mebel sahəsində, məsəl üçün konserv məhsullarının istehsalı sahəsində, məsəl üçün kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində. Burada artıq asılıdır ki, yəni burada mürəkkəb bir şey yoxdur, texnologiyanı bilir, hər şey əlindədir, pulu da var. Onda şərikə də ehtiyac yoxdur, birgə müəssisə açmağa da ehtiyac yoxdur. Sizə kifayət qədər yaxşı hüquqşünas, ölkənin qanunvericiliyini bilməyə yəni yönlənmiş bir adam olmalıdır və bazarın da ehtiyaclarını, tələbatını öyrənə biliriksə və görürüksə burada kifayət qədər yaxşı bazar var, orada artıq yaşıl işıq yandırmaq olar. Amma öyrənmək lazım. Amma yox, mürəkkəb bir bazardırsa, həmin Spesifik bir şey var. spesifik sahələri varsa, ölkənin özü spesifik ölkədirsə, yəni kifayət qədər orada biznes imkanları insanlardan, fərdlərdən və yaxud da hansısa qurumlardan və yaxud hansısa klanlardan asılıdırsa, Əlaqələrdən asılıdır. əlaqələrdən asılıdırsa, o zaman təbiidir ki, yerli Əlaqələndirici adamların şəxs lazımdır. tamamilə doğrudur. Yəni, həm bu belə deyək də səninlə bir yerdə əlini daşın altına qoya biləcək başqa bir adam da lazımdır ki, o Bəli. pul qoymasa, o pul qoyanda o da belə deyək maraqlı olur işin gedişatında, onun da dəstəyi, onun əlaqələri, onun ölkəsindəki belə deyək reputasiyası, imici bunlar da təsir eləyir. Əgər yox, bunların ehtiyac yoxdursa, yenə də bazar araşdırmasından sonra və bir də sahibkar birinci daxili araşdırmasından sonra da çıxmaq istədiyi bazarın araşdırmasından sonra bütün o mənfilər, müsbətlər ortaya qoyulub təhlil aparılmalıdır və ondan sonra qərar verməlidir ki, okey, mən hansı sxemdən istifadə edeyim və o bazara necə girim. Amma yenə də hansısa bir konkret suallar olsa, məmnuniyyətlə bildiyim şey olsa cavablandırmağa hazıram. Bəli, siz bu istiqamətdə əlbəttə ki, bir neçə şirkətlərlə əməkdaşlıq etmisiniz və tövsiyələriniz vermisiniz. Sahibkarlara da elə buradan mən elə müraciət edirəm, hətta təklif edirəm ki, İlkin müəllimin xidmətlərindən yararlanın. İlkin müəllimin bu istiqamətdə zəngin təcrübəsi var. Hal-hazırda da bu istiqamətdə işlər görür və onun bilikləri, təcrübələr aktualdır və ən azı ilkin konsultasiya aparmaq üçün yaxşı bir fürsət Pulsuz, var. pulsuz Bəli, ödəmişsiniz. bəli, İlkin ödənişsiz də konsultasiya ödəmişsiniz. bunu İlkin müəllim elə mən demədim, İlkin müəllim özü dedi. Pulsuz da etməyə hazırdır. Həm bir dəstəkdir sahibkarlar üçün, həm də ki, ölkə brendlərinin xaricdə təmsil olunması əlbəttə ki, qürur vericidir. Bu baxımdan da İlkin müəllim bu istiqamətdə öz töhfəsini verməyə hazırdır. Daha peşəkar, əgər uzun müddətli əməkdaşlıq lazımdırsa, onu da etməyə deməli İlkin müəllimin imkanları var. Əlaqə saxlayın. Böyük məmnuniyyətlə sizə dəstək olunacaq. İlkin müəllim, məncə bütün məsələləri əhatə etdik. Bütün demək olmaz, əlbəttə ki, sadəcə olaraq planlaşdırdığımız bir saat çərçivəsində danışmaq mümkün olan məsələləri danışdıq. Əgər əlbə bir fikir qalmayıbsa, mən rezюme edərdim. Hə, buyurun, rezümə edək. İndi gələcəkdə, misal üçün bu məsələdə biraz da dərinləşə bilərik. Tutalım ki, beynəlxalq marketinq Konkret bir nədir? istiqaməti Beynəlxalq götürüb, marketinqin bəli, artıq onun bir içinə girib araşdırmaların əhatəsini, imkanlarını praktikadan misallarla zənginləşdirə bilərik. Əgər indi bizim izləyicilərimiz də zəruriyyət yəqin yaranarsa, ki, onlar da gərək öz fikirlərini, onları narahat edən sualları, məsələləri qeyd eləsinlər, biraz aktiv olsunlar ki, bizim də bu deməli sizin də çəkdiyimiz podkastlar daha faydalı olsun, daha çox kütləni ünvanlı əhatə həm də. eləsin. Bəli. Əla, təşəkkür edirəm İlkin müəllim. Bu deməli dəyərli deməli mövzuya görə, bu dəyərli fikirlərə görə, bu sualları necə cavablandırdınız. Mən düşünürəm ki, mənim özüm üçün də kifayət qədər burada faydalı məqamlar vardı. Mən mütləq bunları öz iş prosesində tətbiq edəcəyəm. Rezюme etmək istəyirəm ki,
Xarici bazara çıxış yalnız yerli bazarda yetkin olan şirkətlər üçün daha uğurlu bir strategiyadır. Hı hı. Onun siqnalları, onun işarələri siz e, bazarda hiss edə bilərsiniz ki, məhsul haqqında müsbət fikirlər var, müştərilər məmnundur. Komanda öz işindən çox mükəmməl şəkildə işin öhdəsindən gəlir. Onların idarə etməsi olduqca sistemli şəkildə həyata keçirilir. Yəni miqyaslandırmaq üçün bunlar vacib bir amillərdir. Bazar özü də sizə siqnal verə bilər. Bazar doymuş hala gəlib. Artıq sizin alıcı kütləsi ildən ilə azalır, Evet. sabitləşir və onun bir müəyyən bir tutumu var. Və bu da bir siqnal ola bilər ki, yaxşı məhsul varsa, yaxşı komanda varsa, yaxşı gəlirli biznes model varsa, niyə də bunu oxşar bazarlara biz daşımayaq? Digər siqnal ola bilər ki, xarici bazardan olan istifadəçilər sizə ara-sıra müraciət etsinlər, sizə çıxsınlar və yoxsa sizin məhsullar ora aparılsın, hədiyyə edilsin və yoxsa kimsə alıb satsın. İlkin müəllim bunları qeyd etdi. Digər siqnal da o ola bilər ki, siz rəqibləri araşdıranda görürsünüz ki, sizin biznes modeldə oxşar modellər qonşu ölkələrdə yaxşı bizneslər qurublar, yaxşı satışlar Hı edirlər, hı. yaxşı fəaliyyətləri var. Siz əlbəttə ki, oxşar biznes modeldirsə, deməli sizin də orada fəaliyyətiniz uğurlu ola bilər. Əgər məhsulunuzun, xidmətin keyfiyyəti geridə qalmırsa. Bu çox vacib məsələdir. Getməmişdən öncə İlkin müəllimin tövsiyəsi ondan ibarət edir ki, bazarı araşdırırız. Orada bir sıra məsələlər var ki, hansı ki, onları nəzərə almalısınız. Bir neçə misal çəkdi. Bu həm iqtisadi məsələ vardı, iqtisadiyyat yaxşı olmalıdır orada, siyasi əlaqələr sizin ölkələrin o arasında yaxşı olmalıdır. Hüquqi baxımdan oxşarlıq və yoxsa sizin biznesə zidd olmayan qanunvericilik orada yoxdursa, rahatlıqla siz xarici bazara keçid eləyə bilərsiniz. Sosial məsələlər var, yəni insanların mental düşüncəsi, yanaşması, vərdişləri, onların zövqləri çox da uzaq olmur. Misal üçün MDB ölkələrində demək olar ki, bəzi yanaşmalar oxşardılar. Biz rahatlıqla keçmiş SSR ölkələrinə, MDB ölkələrinə deməli bu baxımdan rahat gedə bilərik. Ona görə ki, biz uzun müddət bir ölkədə yaşamışıq və bəzi məsələlərdə oxşar deməli zövqlərimiz və mədəniyyətimiz formalaşıb. Əlbəttə din amilləri və sair kimi məsələlər var. Bu da lokalizasiya mövzusuna gətirib çıxardır. İlkin müəllim qeyd etdi ki, lokalizasiya edəndə dili bariyeri var, onu aradan qaldırmalı, qablaşdırma, zövq məsələsi var, dini məsələlər var, halal, haram deməli etiketləri var, bu labelları düzgün bunları nəzərə almaq lazımdır, bunlara riayət etmək lazımdır. Lokallaşdıranda insanların gündəlik həyat tərzi ki var ölkələrdə, onları mütləq nəzərdən keçirməlisiniz. O baxımdan ki, hətta görürsüz bəzən bir jestlər bir ölkədə bir cür yozulur. Başqa ölkə tamam başqa cür yozulur. Bir ölkədə bir rəngə daha başqa münasibət bəslənir, daha isti. Məsələn, Türkiyədə qırmızı rəngə daha isti münasibət bəslənir. Ukraynada sarı rəngdədir və Hı sair və hı. ilaxır. Ona görə də hətta belə bir xırdalıqlar ki var, bunları da siz riayət etməlisiniz, bunları da nəzərə almalısınız. Fobiyalar haqqında İlkin müəllim qeyd etdi. Bu əlbəttə ki, sahibkarın ən böyük deməli fobiyası konfor zonasından çıxmamaqdır. Hı Əgər hı. mənim işim burada alınırsa, niyə də mən xarici ölkəyə getməliyəm, təzədən əziyyət çəkməliyəm, bunu sıfırdan qurmalıyam. Onsuz da bunları güclə yığmışam, mənim ömrüm buna gedib. Belə bir düşüncə, bu düşüncəni qırağa atsaz, əgər məhsulunuz yaxşısa gedə bilərsiniz. Digər fobiya əməkdaşlarla bağlı olur. Deyirsiniz ki, mən bunlarla hara gedə bilərəm? Amma siz hər halda xarici bazarda üçün yeni kadrlar hazırlamaq haqqında fikirləşə bilərsiniz. Amma əlbəttə ki, biz tövsiyə edirik ki, elə öz kadrlarınız üzərində bir keyfiyyətli bir iş görüb onu miqyaslandırarsınız. Təzə bir eksperimentə ehtiyac qalmasın. Digər fobiya ola bilər ki, əlaqələr üzərində biznes qurulur. Burada mənim ölkəmdir, məni tanıyır, biri qonşumdur, biri qohumdur, biri qardaşdır, biri əmidir, biri dayıdır. Onların vasitəsilə, onlarla dil tez tapıram, onlara tez Hı. inandıra bilirəm və yaxudsa onlarla eyni tərzdə düşünə bilirəm. Əlbəttə ki, bu da bariyerdir. Siz əgər böyümək istəyirsinizsə, mütləq şəkildə bu fikirləri özünüzdən uzaqlaşdırmalısınız. Ona görə ki, biznesin miqyaslandırması İlkin müəllim, mənə belə gəlir ki, şəxsiyyətin miqyaslandırması ilə paralel gedən prosesdir. Siz özünüzü Tamamıyla inkişaf öyle. etməlisiniz ki, bu fikirləri, bu
düşünceleri, bu bariyerleri aradan kaldırmalısınız ki o xarici bazara gidebilirsiniz. Bu da avtomatik olarak sizin mental olarak sizin inkişafınıza, şəxsiyyət olarak inkişafınıza təsir göstərir. Bu bir fürsətdir. Bu özgüvenin artmasına səbəb ola bilər. Həm də ki, əlaqələrdir. Siz görərsiniz ki, o qorxular ki var, mən orada necə sata bilərəm, marketinq necə qurula bilər. Mən dəfələrlə xarici bazara çıxan şirkətlərin də deməli fikirlərini öyrənmişəm. Sizin də fikirləriniz olar üstünə gəlirəm və görürəm ki, əslində qorxulu bir şey yoxdur. Sadəcə olaraq bilmədiyimiz, insan bilmədiyinin düşmənidir. İmam Əli Əleyhisselamın dediyi bir fikir var. Bəli, bəli, bəli. İnsan bilmədiyinin düşmənidir. Siz sadəcə olaraq o sahələrə öyrənməyə, onları öyrənməyə, bilməyə bir cəhd göstərməlisiniz. Və yenə də qeyd edim ki, bu həm də bir maraqlı bir əyləncədir. Bir ma- Tamamilə doğrudur. Yəni o bəzən deyirlər də o yəni biznes özü həyatdır da. Bəli, Nəyinsə sən yoldur, həyat yoludur. məşğuliyyətdir, bəli. Həyat yoludur. Və eyni zamanda mən ümumiyyətlə sahibkarları e, belə deyək də hesab edirəm ki, onlara nə qədər çox dəyər versə dövlət, bir o qədər dövlət özü daha varlı inkişaf eləmiş olar. Bəli, Çünki bəli, necə ki biz müharibə vaxtı bizim hazırlıqlı, peşəkar, vətənpərvər oğlanlarımıza, qeyrətli əskərlərimizə, hərbiçilərimizə güvənirdik. Dövlətin də inkişafı iqtisadiyyata, sahibkara güvənməkdədir. bəli, Əgər bunun sahibkarları zəif olacaqsa, yəni dövlət heç vaxt güclü dövlətə çevrilə bilməyəcək. bəli, Misal, yəni gözümüzün qarşısındadır da, yəni təbii, Amerikanı, Almaniyanı, Yaponiyanı kimlər o vəziyyətə gətirib çıxardıb? O bəli, korporasiyalar, o şirkətlər, bəli, o biz sahibkarlar, o biznesmenlər, o əlini daşın altına qoymağa qorxmayan, cəhd edən, təşəbbüs göstərən, yəni bir yerdə oturmaqdan çəkinməyən insanlardılar və onlara da kifayət qədər önəm vermək lazımdır və hesab edirəm ki, onlar heç də o əskərin gördüyü işdən az iş görmürlər. Bəlkə tamamilə də doğrudur. Bəli. İqtisadi cəbhənin əskərləridirlər bunlar. İqtisadi. tamamilə doğrudur. Hə. İlkin müəllim, təşəkkür edirəm. Çox düşünəm maraqlı, bəlkə bizim görüşlərin içində ən maraqlısı, maraqlı bir görüş oldu. Ən maraqlı görüşlərdən biri oldu. Dəyərli fikirlərinizə görə təşəkkür edirəm. İnşallah növbəti mövzunu tamaşaçılardan gözləyirik. Onların rəyləri və qeydlərindən biz inşallah ilhamlanaraq deməli öz yeni mövzumuzu seçəcəyik. Hamımızla deməli sağollaşırıq bu günləri sizlə. Təşəkkür edirik ki sona qədər dinlədiniz, bu yerə qədər dinlədiniz. Bəli, E, bəli, Və bəli. inşallah biz də çalışırıq ki daha faydalı və dəyərli mövzularla sizin üçün deməli bura gələk və bu çəkilişləri edək. E, Sağ olun. Gələn görüşə qədər. Sağ olun, mən də sizə təşəkkür edirəm, izləyicilərə təşəkkür edirəm bu imkanı yaratdığınıza görə və ümid edirəm ki, gələcək görüşlərimiz daha faydalı, maraqlı olacaq inşallah. Teşekkür ederim. Sağ olun. Sağ olun.